Bəs əgər bütün həyatın sadəcə mükəmməl şəkildə proqramlaşdırılmış bir illüziya olsaydı, biz görəsən bir simulyasiyada yaşayırıqmı? Bir gün oyandığını və heç nəyin gerçək olmadığını anladığını təsəvvür et. Nə göy var, nə də yer. Qaydalar yoxdur, sadəcə kodlar var. Məhz bu fikri bugün yaşayan ən ağıllı beyinlərdən bəziləri müdafiə edir. Buna simulyasiya nəzəriyyəsi deyilir və bu nəzəriyyəyə görə biz əsas reallıqda yox, həddindən artıq real görünən bir kompüter simulyasiyasının içindəyik. Filosof Nick Bostrom deyir ki, əgər hər hansı bir sivilizasiya kifayət qədər inkişaf etsə, onlar milyardlarla simulyasiya olunmuş dünya yarada bilərlər və statistik baxımdan bizim orijinal kainatda olmaq ehtimalımızdan belə simulyasiyalardan birində olmaq ehtimalımız qat-qat yüksəkdir. Bir düşün, sənin xatirələrin, dostların, ağrıların, arzuların hamısı sadəcə kod sətirləridirsə, bütün dünyan təsəvvür edə biləcəyimizin çox fövqündə hər hansı bir serverin üzərində işləyirsə, tam da Matrixdəki kimi, amma daha inkişaf etmiş formada. Əsl sual isə budur. Əgər bu bir simulyasiyadırsa, bunu kim qurub və niyə? Və bəlkə də ən qorxulu hissə, biz bunu heç vaxt öyrənəməyəcəyik.